Qızlar, sizə elə bir pankek resepti verəcəm ki, bu reseptdən sonra pankekləriniz həm görünüşcə gözəl, həm də dadı möhtəşəm olacaq. 2 ədəd yumurta və 5 xörək qaşığı şəkər tozunu ağarana qədər çırpın. Bunu istər mikserlə, istərsəniz də əl çırpıcısı ilə edə bilərsiniz. 2 stəkan süd, 3 xörək qaşığı duru yağ, 1 vanil və 1 kabartma tozunu əlavə edib qarışdırıram. Sonda isə 2 stəkan unu əlavə edirəm və hamar kütlə alınana qədər qarışdırıram. Əgər lazım olsa, yarım stəkan un əlavə edə bilərsiniz. Dəqiq ölçüləri videonun açıqlama bölümündə yazmışam. Mən tavaya qətiyyən yağ vurmuram. Quru, yapışmayan tavada bişirirəm. Qarışımdan xörək qaşığı ilə tavaya tökürəm. Üzəri göz-göz olanda pankekləri çevirib digər üzündə bişirirəm. Bizim evdə uşaqlar pankekləri çox sevdiyi üçün həftədə ən azı bir dəfə bişirirəm. İstəsəniz müxtəlif fiqurlu formalarda da hazırlayıb uşaqları daha çox sevindirə bilərsiniz. Videom əgər qarşınıza çıxdısa, məni izləməyi unutmayın. Hələlik.